Mən Ağayev Kərəm Sabaloğlu, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Meşə Uçot və Kadastr üzrə baş mühəndisiyim. Üzümü tuturam buradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər Naziri vəzifəsini icra edən cənab Rəşad İsmailova müraciət edərək bildirirəm ki, mən ixtisasçı ali təhsilli kadastram. Artıq 7 ildir ki, sözgedən mərkəzdə hazırki vəzifədə çalışıram və işlədiyim müddətdə sahibkarlar və vətəndaşlar tərəfindən zəbt olunan bir çox dövlət meşə fondu torpaqlarını zəbtlərdən azad etmişəm və mənim bu torpaqları zəbtlərdən azad etməyim Meşələrin İnkişafı Xidməti və Ekologiya və Təbii və Sərvətlər Nazirliyində olan bəzilərinin xoşuna gəlməyib və onun üçün də onlar məni işdən uzaqlaşdırmaq istəyiblər. 2021-ci ildə mən əkinlərin düzgün koordinatlarını vurduğum üçün və olmayan əkin və təbii bərpanı örtülü meşəyə keçməsinin qarşısını aldığım üçün və Dövlət Meşə Fondu torpaqlarının zəbtlərini azad etdiyim üçün rəhbərlik tərəfindən şərhlənərək Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən çıxarılmışam və sonra 3 məhkəmənin qərarı ilə işimə yenidən bərpa olunmuşam və onlar bilmirlər mənə necə tutduğum vəzifədən uzaqlaşdırsınlar. İndi güya ixtisar adı ilə mənim ştatımın, hazırda çalışdığım ştatı ixtisara salmaq istəyirlər və belə bir təklif irəli sürüblər ki, güya büdcəyə qənaət etmək üçün bu ştat ixtisara getməlidir, bizə lazımsız ştatdır. Halbuki kadastr ştatı mərkəzdə vacib olan, lazım olan bir ştatdır. Çünki ərazinin, xəritələrin, meşə quruluşu xəritələrin ancaq kadastr təyin edir sərhədlərin. Çünki bizdə meşə quruluşu xəritələrini bilən yoxdur. Bu ancaq bizim işimizdir və yerləri biz təyin edirik. Və bundan əlavə, çünki əkilmiş əkin sahələrini, dövrədə olan əkinlər, örtülü meşə için əkinlər, təbii bərpalar, yanğın baş vermiş ərazilər, sonra birkalanmış ağaclar, zəbt olmuş torpaqlar, istirahət mərkəzləri, bunların hamısının kadastrları işləri aparılır və ərazinin koordinatları vurulur. Çünki kadastrsız bu işləri görmək qeyri-mümkündür. İkinci, əgər bunlar büdcəyə qənaət etmək istəyirlərsə, sonradan qondarma yaradılmış, adı verilmiş dolaylar var. Hər regional demək olar meşə təsərrüfatı mərkəzində bir neçə 8, 10, 7, 6. Halbuki bu dolaylar meşənin təşkili və təsviri kitabında yoxdur. Bunlar sonradan yaradılmış dolaylardır. Çünki bu dolayları ixtisara salmaq istəmirlər. Halbuki sözgedən dolaylardan kruqlyaklar, işlək materiallar çıxır. Həmin dolaylardan budaqlı dayanla zərgirlər çıxır. Bu da işbazların birbaşa qazanc yeridir. Xahiş edirəm və müraciət edərək bildirirəm ki, bu işə yenidən baxılsın